O vaxtı bir neçə dəfə oldu ki, Neftçidə rəhbərlik dəyişdi. Hansı ki, mənim futbolçu olduğum dönəmində səhv etmirəmsə, Ramiz Mirzəyevin vaxtında mən komandaya döndüm. O vaxt Oktay Abdullayev komandadaydı. Neftçinin veteranı, tanıyırsınız, çox gözəl bir insandır, çox futbolçuların ümumiyyətlə yanında olan bir şəxsdir. Və o mənim arxamca Voronejə gəlmişdi, elə o ilə bizim görüşümüz oldu, elə rəhbərliklə o danışdı və futbolçu kimi mən Bakıya döndüm. Və sonradan yenidən elə oldu ki, mən qayıtdım Voronejə və sonradan elə oldu, yenə rəhbərlik dəyişdi və Rövnaq müəllim gəldi komandaya, Rövnaq Abdullayev və Kazbek Aliyev gəldi, Kazbek gəldi komandaya və belə də mən yenə futbolçu kimi qayıtdım Neftçiyə və belə həm çempion olduq, həm ümumiyyətcə rəhbərliklə çox yaxın tanış olduq. O vaxtı Rami Musayev komandada direktor idi və klubun prezidenti Abbas müəllim idi, Rövnaq müəllimin qardaşı və çox hörmətli bir insan idi. Allah rəhmət eləsin. Və belə bir insanlarla yaxından tanış olduq və bizim çox yaxın münasibətlərimiz olmağa başladı. Və sonra futbolçu karyeramı, belə deyək, elə oldu ki, mən oradan Neftçidən sonra mən Interə getdim, Interdə futbol karyeramı bitirdim və sonra münasibətlərimizin yaxşı olmasına görə elə oldu ki, Asəmi mənim Neftçidən getdi və mənə təklif olundu və belə oturduk, razılaşdıq biraz, pozitiv bir danışığımız oldu, görüşümüz oldu və belə Neftçidə baş məşqçi kimi oldum. Dediyim kimi çox böyük bir avantaj oldu mənim üçün orada baş məşqçi olmağım. Həm orada futbolçuları yaxından tanıyırdım, həm ümumiyyətcə rəhbərliklə xoş münasibətlər oldu. Düzdür, heç də asan olmadı. Xeyli gərginliklər oldu komandada, oyunlarımızda, ilk oyunlarımızda, ilk vaxtlarımızda. Və yavaş-yavaş demək olar ki, hər şey qaydası düşməyə başladı və sadəcə son anda, belə deyək, ilin sonunda çempionluğu əldən verdik və o vaxtlar çox güclü komandalar var idi, rəqabət həddindən artıq çox idi. Həm Xəzər Lənkəran, həm Bakı, Inter və digərləri, yəni çox böyük Qarabağ, böyük rəqabət var idi. Və sonunda son tura sona bir tur qalmış səhv etmirəmsə çempionluğu əldən verdik və belə də Avroliqada pis oyun oynamadı, pis oyun keçirmədik. Belə məşhur oyun. Bəli, yəni ancaq xoş təəssüratlar qaldı və çox böyük təcrübə oldu mənim üçün. Və belə də sonra məşqçilikdən belə deyək, yəni getdim. Hansı ki, rəhbərliklə danışdıq, biraz digər məşqçinin gəlməsini istədilər və belə bir müddət komandada qaldım və sonradan yenə belə deyək, komandadan belə deyək, uzaqlaşdım. Elə oldu ki, sonra belə Qarabağ rəhbərliyindən təklif gəldi və belə də yaxşı bir, belə deyək, uzun müddətli bir hal-hazırda işin başındayıq və qısa olaraq buradayım, belə deyək.